Başlayırıq. Burada şəbəkələrdə məlumatımız oldu. Hal-hazırda da bizim məlumatımız oldu ki, bəs bu hansı kabellərdən istifadə edilir? Koaksial keçdik. E, Daha sonra biz keçdik. Burulmuş cütlü kabel, fiber optik kabelləri keçdik. Yəni və biz artıq keçirik topologiyalar. Topologiyalar nədir? Topologiya ümumi olaraq e, kompüterdə şəbəkədə kompüterlərin bir-birinə necə quraşdırılması, hansı növlə quraşdırılması. Yəni bu şəkildə gedəcək. Yəni bunu e, bildiyimiz kimi 3 növ var. Yəni burada da qeyd olunur, görürük. Amma ki daha dərinliyinə indi girəcəyik. Deməli, topologiya. Lokal şəbəkələrin forma və strukturunu qrafik əks etdirən nəzəri bir konstruksiyadır. Yəni, şəbəkədə kompüterlərin bir-birinə qoşulmasının üsul və vasitələrinin strukturu topologiya adlanır. Lokal şəbəkələrin topologiya həm fiziki, həm də məntiqi mövqe nəzərdən təsvir etmək olar. Aha, mən digitalizerə qoşum. Və topologiyanın deyirik ki, 3 əsas növü mövcuddur. Şin, halqa və ulduz. Deməli, şin topologiyasında belə gedir. Bax, əsasən orta məktəblərdə falan gedəndə şin topologiyası düz xətt boyunca gedir. Ortadan bir dənə düz xətt gedir, düz kabel gedir. Və digər kompüterlərdə buna qoşulur. Bu topologiyanın yəni əsas üstün cəhətlərindən biridir ki, kompüterin biri sıradan çıxsa da, digər kompüterlərə alış-veriş məlumatın alınması və verilməsində bir məhdudiyyət olmur, bir nasazlıq olmur. Hə, ana lineaya nəsə olsa, digərləri pozulur. Amma ki, digər kompüter nəsə olsa, bir şey baş vermir, bir hadisə baş vermir və indi buradan oxuyaq ki, bu nədir? Bütün kabellər paralel olaraq bir rabitə xəttinə qoşulur və hər bir kompüterdən gələn informasiya eyni zamanda qalan kompüterlərə ötürülür. İnformasiya göndərmək istəyən kompüter şinin boş olub olmasın, yəni şinlə digər kompüterə informasiya göndərməməsini yoxlayır. Əgər şin boşsa, kompüter paralel şinə ötürür, paketləri şinə ötürülür. Hər bir kompüter şinlə ötülən paketlərin ünvanı hissəsinə baxır və ünvanlaşdırılmış paketləri özündə qeyd edir. Uşaqlar, bunun əsas, testlərə əsas və necə deyim, üstün və mənfi cəhətləri gedəcək. Bax, qeyd edildiyim kimi, hər hansı bir kompüter sıradan çıxması şəbəkənin işinə təsir eləmir. Yəni, bu sıradan çıxdı, şəbəkə öz işini görəcək. Şəbəkəyə yeni kompüterlərin daxil edilməsi asandır. Bəli, digər sistemləri, digər topologiyaların nəzərə bura yeni kompüterə qoşmaq daha asandır və şəbəkə kart adapterləri ucuzdur. Ha, bu nüansda işimizə yarayır. Şimdi topologiyasının mənfi cəhətləri. Lokal şəbəkələrdə administrator adlanan mütəxəssisə ehtiyac olunur. Yəni, IT mütəxəssisinə ehtiyac olunur. Virusların yayılması üçün rahat mühitdir. Bəli, virusların yayılması üçün rahat mühitdir. Kompüterlərin yerlərinə dəyişdirilməsi məhdud və fəslər daha çoxdur. Yəni, burada artıq kompüterlər nömrələnir, sıralanır, qoyulur, hərəsi öz yerinə. Yəni, bunun artıq yerini dəyişdirmək çətin başa gəlir, belə deyək. Mərkəzi bir kabeldə hər hansı bir qısa qapanma olarsa, bütün şəbəkə sıradan çıxır. Bunun qarşısını almaq üçün terminator deyilən qurğudan istifadə olunur. Terminator nə idi, Zəhra? Kabellerin açık tuttuğu kabeller var. Torpaqlama. Hı? Torpaqlamadan. Torpaqlama hissəsinə aid idi. Bax, terminator. Bir kabel değildi. Bax. Terminatorun özünü soruşuram. Terminator nədir? Terminatorda açıq kabel, bəli. Şəbəkəsinə qoşulmaq üçün həmçinin torpaqlama məqsədi ilə istifadə oluna bilər. O şəkildə. Aha. Gəldik bura.
Eyni zamanda yalnız bir kompüter siqnal ötürə bilər, əks halda şəbəkə toqquşması baş verər, şəbəkənin işini dayandırır. Uşaqlar, bəli, bu var. E, Bunu da aradan qaldırmaq üçün bəzi üsullardan istifadə olunur, necə deyirlər. Gəldik dairə topologiyasına. Uşaqlar, bu o demək deyil ki, mütləq şəkildə, bax burada baxın şəklə. Kompüterlər şinə qoşulur, düzdürmü? Amma bu topologiyada bu kompüterdən necə deyirlər? Gəlir şin bu kompüterə daxil olur, sonra çıxır, digər kompüterə gedir. Yəni bir şin üzərində kabellər hamısı kompüterlər belə bu şəkildə olmur. Yəni bura kompüter qoşulum yox. Kompüterdən necə bu şəkildə? Baxın, şinlər kompüterə daxil olur. Yəni bu şəkildə baş verir. Deyir ki, hər bir kompüter dairə üzrə növbəti kompüterə informasiya ötürür və yalnız özündən qabaq gələn kompüterin informasiyasını alır. Bu nə deməkdir? Məsəl üçün, burada A kompüterin var, yerləşir. Burada B kompüterin yerləşir. Burada C kompüterin, burada da D kompüterin. Bu şəkildə ötürdüm məlumat. A kompüter C kompüterinə məlumat ötürmək istəyirsə bu A kompüteri. Əgər saat əqrəbi istiqamətindədirsə, belə deyək, bu istiqamətdə gəlirsə məlumat. Gələcək əvvəl daxil olacaq B kompüterinə məlumat, sonra gedəcək C kompüterinə. Bu da yəni bu şəkildə gedəcək. Əgər saat əqrəbi əksi istiqamətindəsə, onda birinci D-yə gedəcək məlumat, D-dən sonra gələcək məlumat. Yəni məsələn, birinci kompüterdən dördüncüyə verilənlər ötürülməsi həmin verilənlər ikinci və üçüncü kompüterlərə keçərək dördüncüyə gedir. Əgər bu kompüterə veriləni özünkü kimi tanıyırsa, qəbul edir. Əks halda növbəti kompüterə ötürür. Bu yolda verilənlər öz ünvanını tapır. Yəni bu şəkildə də nəzər saldı. Və yenə bir də belə bir qeyd gedim ki, və burada görürsünüz ki, dairə formasındadır da. Dairə formasındadır. Ola bilsin ki, şəkildə bax, belə versin kompüterləri. Desin ki, halqa topologiyasını tap. Tək o demək deyil ki, yəni halqa forması, dördbucaq formada da ola bilər. Yəni, siz nəzər yetirin ki, yəni kabellər bir kabeldən digərinə keçir və bu necə edirlər? Dövr gedir burada. Yəni ya dördbucaq olsun, ya ulduz formasında olsun, ya nə bilim, üçbucaqlı formasında olsun, axı məlumat dövr edir. Bu şəkildədir. Məsələn, burada. Baxın da dördbucaqlı formasındadır. Yəni, əslində kabellər belə, yəni o kompüterin quruluşuna baxıb da biz. Amma dairə topologiyası da. Dairə topologiyada yeni kompüterin quraşdırılması zamanı bütün şəbəkənin işi dayandırılarsa, qoşulma asan başa gəlir. Dayandırılsa da, qoşulma asan başa gəlir. Hə, bir də belə deyim də, bəzən burada bunun bir ən mənfi xüsusiyyətlərindən biri odur ki, məsəl üçün, bu istiqamətdə gedir də bizdə məlumat belə. Saat əqrəbi istiqamətdə. Əgər bu kabel hər hansısa biri zədələnsə, bütün şəbəkənin işi dayanır. Buna görə də bəzən necə deyirlər, əks istiqamətdə də kabel çəkirlər. İkinci kabel çəkirlər. Yəni bu xarab olanda keçib bundan istifadə edirlər. Nasazlıq yarananda bir kabeldə digərindən, yəni iki qat deyilir. Bu da xərci artırır. Yəni ötürülmə zamanı informasiya bir kompüterdən digərinə keçdiyi üçün kompüterlərdən birini ya da kabelin sıradan çıxması bütün şəbəkəni sıradan çıxardır. Qeyd etmək lazımdır ki, bəhs etdiyimiz bu topologiya kompüterlərin fiziki yerləşməsi deyil, məntiqi yerləşməsi təsvir edir. Yəni, dördbucaq da yerləşə bilər də. Əsas odur ki, məlumat dövr eləsin. Yəni, bir kompüterdən digərinə geçsin məlumat. Məsələn, dairə topologiyası mütləq dairə şəklində olmaq məcburiyyətində deyil.
Önemli olan odur ki, məlumat bütün kompüterə keçərək dairəvi şəkildə digərlərinə ötürülür və sonuncu kompüterlər birinci kompüter arasında birbaşa əlaqə mövcud olsun. Bura kimi aydındır? Zəhra, aydındır? Aynen. Biraz nəzəri fəndə, amma diqqətlə qulaq asıb dərsi dərsdə öyrənmək olur. Halqa topologiyasının üstün cəhəti. Hər bir kompüter yalnız qonşu kompüterə birbaşa bağlıdır. Artıq yüklənməli ən dayanıqlı topologiyadır. Çünki burada məlumat toqquşması Şində olduğu kimi yəni və mərkəzə abunəçisi yoxdur. Yəni Şində olduğu kimi məlumat toqquzlaşmır və mərkəzə abunəçisi yoxdur. Hər bir kompüter məlumat göndərə bilməsi üçün onun müəyyən vaxt verilir. Müəyyən zaman ərzində vaxt göndərilir. İndi isə mənfi cəhətlərinə keçək. Hər bir kompüter informasiya ötürülməsində iştirak edir. Buna görə də hər hansı bir kompüter adapterinin sıradan çıxması şəbəkənin işini pozur. Şəbəkə adapteri daimi işçi vəziyyətdə olmalıdır. Hər bir kompüter iki kabel çəkilməlidir. Biri ehtiyata saxlanmalıdır. Böyle uşaqlar belə deyim də, təsəvvürün işləsiz. Sizdə yenə nədir? Halqa topologiyası veriblər. Amma halqa topologiyası işdən çıxıb getməlisiniz də saat 6-da. Digər işçi qalıb saat 7-yə kimi o gözləyir də ki, mənim işim var. Bir də siz məsəl üçün birinci kompütersiniz. Yox, birinci yox, ikinci elə kompütersiniz. Burada birinci kompüter yerləşir. Burada da deyək, üçüncü kompüter yerləşir. Belə çəkək. Burada birinci, burada da üçüncü. Siz buradan çıxıb gedə bilmirsiniz. Niyə görə? İşte kompüterinizi söndürsəz, şəbəkənin işi dayanacaq. Məcbursan açıq qoyasan, gedəsən kompüter. Heç belə şey olar. Başa düşdünüz? Bu şəkildə. Aha. Deməli, sonra gəldik ulduzvari topologiya. Lokal şəbəkələri mərkəzi qovşaq üzərində qurulur. Kompüter arasında informasiya mübadiləsi mərkəzi qovşaq vasitəsilə həyata keçirilir. Mərkəzi qovşaq kimi hub, konsentrator, kommutator, switch və ya xüsusi server kompüterləri istifadə oluna bilər. Ulduzvari topologiya lokal şəbəkələrin əsas üstün cəhətində kompüter arasının mübadiləsinin sadə olmasıdır. Ümumiyyətlə, bayaqki iki topologiyada nə oldu? Məlumatlar digər kompüterə gedirdilər, düzdürmü? Amma yeganə topologiyadır ki, burada necə məlumat serverlə daxil olur və bir məlumat digərinə getmir. Bu şəbəkədə çalışmayan cəhəti isə şəbəkənin etibarlılığının mərkəzi qovşaqdan asılı olmasıdır. Həmçinin şəbəkə avadanlıqları bahadır. Ulduzları toplayan iki növü mövcuddur. Aktiv ulduz və pasiv ulduz. Uşaqlar, aktiv ulduza kompüter və yaxud da switch quraşdırılır. Kommutator, kommutator switch aktivə və yaxud da kompüter qoşulur. Yəni, burada kompüter istifadə, kompüter istifadə olunur. Amma pasivə konsentrator və yaxud da ki, hub qoşulur. Aydındır. Belə aşağıda məlumat var. Aha. Deyir ki, ulduz topologiyasının əsas mərkəzi qovşaqda konsentrator hub yerləşir. Pasiv ulduz, və bunu özü də qeyd edir ki, pasiv ulduz hub, konsentrator. Amma kompüter yerləşərsə, bu topologiya aktiv ulduz topologiyası adlanır. Baxın, pasiv ulduzda hubdır. Burada kompüter yerləşir. Bu da aktiv ulduz. Deyir ki, bu əsas topologiyalardan başqa ağac topologiyasından da istifadə olunur. İki növü vardır, aktiv və pasiv ağac. Aktiv ağacda düyün nöqtələrində kompüterlər, pasiv ağacda isə konsentrator yerləşir. Yenə bu şəkildə gedir. Baxın, ağac formasında da hublardan qurulur və passivdir. Bu şəkildə gedir. Sonra bundan əvvəl ulduz və ulduz bir də ki, digər topologiyalarla qarışdırmaq var.
Yəni iki topologiyanın bir şəkildə quraşdırılması. Məsələn, otaqlar fikirləşəndə bir otağı digərindən mən necə birləşdirə bilərəm? Tamam, bu ayrı otaqdır, bu ayrı otaqdır, bu ayrı otaqdır. Mən onu birləşdirməliyəm. Təbii ki, şin kabeli ilə birləşdirirəm digər otaqlar bir-biri ilə. Düzdürmü? Burada deyilir ulduz şin. Baxın, buradakılar bir dənə passiv ulduzdur. Nəyə qoşulub bu? Nəyə görə deyilin passivdir, Zəhra? Pasif ol. Tam başka bir son. Nəyə görə ulduz topologiyasıdır? Bax bura. Ulduz topologiyasıdır. Niyə görə dedim ki, passivdir? Bir-birinə ötürmə sürətlərinə görə nisbətən o-birilərinə baxanda daha az olur, həm də düzünə düzülüblər deyə. Yox, hava qoşulub da bu. Sürətinə görə deyirsən, amma hava qoşulduğuna görə. Yəni, havın şəkli var burada. Yuxarıda qeyd elədim axı. Əgərlərin, bax, hava qoşulubsa passiv ulduz. Bax, bu hissəni deyirəm, Zəhra. Başa düşürəm. Kompüterə qoşulubsa aktiv ulduz gedir. Burada da hal-hazırda nəyə qoşulub? Tamam. Hava. Ona görə buna deyirəm ki, passivdir. Yəni, amma burada bir otaqdır, burada bir otaq. Bu otaqları birləşdirmək lazımdır. Daxilində ulduz topologiyası var. Ortadan otaqların koridordan bir dənə şin çəkirəm. Bunları ulduz şin topologiyasını birləşdirirəm. Və yaxud da burada. Burada nəyə oxşayır? Hansı topologiyadır? Ulduz halqada özü yazıb üstündə. Niyə görə ulduz halqadır? Zəhra. Evet, suçu işindeydi. Evet, göre değil. Hı -hı. Deməli, burada ulduz halqa topologiyasında, yəni dairə şəklində gedir məlumat. Bundan bu havlunun, bundan da buna məlumat getdiyinə görə, yəni burada dövr edib, digərləri də ulduz şəklində olduğuna görə deyirik ki, ulduz halqa topologiyası, yəni topologiyanı qarışdırılır. Bir də şəbəkə texnologiyaları var, uşaqlar. Şəbəkə texnologiyaları nədir? Standart lokal şəbəkə texnologiyaları aşağıdakılar aiddir. Ethernet, fast Ethernet, gigabit Ethernet, token ring. Burada bu FTD var, FTDI. Bir də 100 Vega, Anyland, bir də Arpanet. Baxın, burada imtahana düşə bilər. Niyə? Çünki həm biraz qarışıqdır. Amma yenə də məcburən hər hansısa bir sxemlə bunu əzbərləməliyik. Bunu necə deyirlər, süni intellektlə hazırlanmış əzbərləmək üçün yöntəmləri var, görüntülü. Onu da ataram. Baxarsız, oxuyarsız. Deyir ki, Ethernet şin topologiyasıdır. Aha, bildik. Koaksial kabellə qoşulur. Fast Ethernet ulduz topologiyasıdır. Fiber optik kabellə birləşdirilir. Gigabit Ethernet ulduz topologiyasıdır. Fiber optik kabellə birləşdirilir. Tokennet halqa topologiyası qurulmuş mis naqillə birləşdirilir. Aha, Arpanet ulduz topologiyası koaksial kabeldir. FTDA iki qat halqa fiber optik kabeldir və 100 BG ilə ulduz topologiyası fiber optik kabeldir. Uşaqlar, bunu necə əzbərləyə bilərik? Baxın, bir dənə qurulmuş cütlü kabelim var, düzdürmü? Bu token ringə aiddir, halqa topologiyası. Ring sözü ilə halqanı yadda saxlayırıq. Vəsiyo. Bu da qurulmuş cütlü kabel. Və bu şəkildə yadda saxlayırıq. Sonra baxıram ki, koaksial kabelimdə 2 dənədir. Biri şin topologiyasındadır, biri ulduz topologiyasında Arpanet, Ethernet kimi yadda saxlayıram. Qalanları da fiber optikdir. Fiber 4 dənə, deməli 7 dənədən biri qurulmuş cütlüdür. Bu ikisi də nəyə aiddir? Koaksiala. Qalanlar da necə deyirlər? Fiber optik. Onlar da, məsələn, topologiyalarını da özüm üçün ayırıb
Məsəl üçün, Fiber oktypdən üçü ulduz topologiyasına aiddir. Biri isə iki qat halqa. Adların da yəni fast Ethernet, gigabit Ethernet, bir də iki qat halqa. Bu Ethernet sözləri heç olmasa sizə oradan kömək edəcək. Sual var, əlavə. Yoxsa? Ondan biz nə edirik? Keçək